Mən narahat olmamalıyam. Həmin ki, mənim övladım görəsən neynir? Onunla müəlliməsi necə rəftar edir? Mənim belə bir sualım olmamalıdır. Məktəbəqədər təhsil insan həyatının ən önəmli dövrüdür. Hətta bir söz var, bəlkə eşidərsiniz. Bir insanı al, çöz çocuk olsun. Mən hələ 5 yaşıma qədər öyrəndiklərimi ömrü boyu öyrənə bilməmişdim. Uşağa bir söz deyərsən, onun həyatında silinməz izlər buraxar. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara sadəcə təhsil verilmir. Təhsillə yanaşı uşaqlar... Röya xanım, xoş gəlmisiniz. Xoş gördük Əminət xanım. Necəyik, sevmişsiniz. Çox yaxşı. Əla. Röya xanım, biz bugün sizdən məktəbəqədər təhsil haqqında danışacağıq. Bir müəllim olaraq sizin perspektivinizi alacağıq bu barədə. Başlamazdan əvvəl istəyərdim ki, sizi tanımayanlar üçün özünüz haqqında biraz məlumat verəsiniz. İlk öncə sizə təşəkkür edirəm Əminət xanım. Belə bir platforma yaratmışsınız və platforma vasitəsilə öyrənmək istəyən, inkişaf etmək istəyən, maariflənmək istəyən hər bir kəsə dəstək göstərirsiniz. Və təşəkkür edirəm ki, məni dəvət elədiniz. Mən sevə-sevə bu günləri məktəbəqədər təhsillə bağlı biliklərimi, təcrübi məlumatlarımı sizinlə paylaşacağam. Və istəyərdim ki, özümü təqdim edim. Mən Röya Quliyeva, məktəbəqədər təhsil platformasının təsisçi rəhbəriyəm. Eyni zamanda məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi müəllimi olaraq çalışıram. Düzdür, hal-hazırda analıq məzuniyyətindəyəm, 2 övladım var. Bir cümlə ilə deyim, həm müəllimlərlə, həm uşaqlarla, həm də valideynlərlə çalışıram. Əla. Siz bir müəllim üçün lazım olacaq kifayət qədər, belə deyim, bazaya maliksiz, hər tərəfli. Bu sadəcə dərs keçmək, öyrətməklə kifayətlənməmisiniz, həm də bunu biraz daha genişləndirmişsiniz. İlk sualım bundan ibarət olacaq sizə. Ümumiyyətlə, məktəbəqədər təhsil dedikdə hansı yaş aralığı nəzərdə tutulur? Nədir məktəbəqədər təhsil? Belə deyim, məktəbəqədər təhsil, məktəbəqədər yaşlı uşaqların, yəni erkən yaş, 1-6 yaş dövrünü əhatə edir məktəbəqədər təhsil. 1-6 yaşlı uşaqların erkən yaşdan həm intellektual, həm fiziki, həm də mənəvi olaraq bilik bacarıqlara, ilkin bilik və bacarıqlara yiyələnmə prosesidir. Məktəbəqədər təhsil vasitəsilə uşaqlar, belə deyək, hələ erkən yaş dövrlərindən ilkin bilik və bacarıqlara yiyələnirlər. Röya xanım, əvvəl elə bilirəm ki, indiki məktəbəqədər təhsildə keçirilən hər şey bizə ibtidai məktəbdə keçirilirdi. Siz nə düşünürsünüz? Uşaqları biraz öyrənmə mühitinə daha tez atlamış olmuruqmu? Ümumiyyətlə, önəmlidirmi məktəbəqədər təhsildə uşaqların öyrənməsi? Bəli, əlbəttə çox önəmlidir. Düşünün ki, yəni məktəbəqədər təhsilin önəmindən nə qədər danışsaq, düşünürəm az olar. Məktəbəqədər təhsil, mən hər zaman belə deyirəm, müəllimlərimə də belə deyirəm və valideynləri maarifləndirəndə də daha sadə, lori və əhəmiyyətli şəkildə bunu izah edirəm. İnsan həyatının ən önəmli dövrüdür. Hətta bir söz var, bəlkə eşidərsiniz, bir insanı al, çöz çocuk olsun. Yəni bir insanı al, onu araşdır, onun uşaqlığına gedib dayanacaq. İstəyir hər hansı bir problemi ola bilər, istəyir nailiyyətləri ola bilər ki, biz onu araşdırsaq, gedib onun uşaqlıq dövrünə, yəni məktəbəqədər dövrünə gəlib çıxacağıq. İnsan həyatının ən önəmli dövrüdür məktəbəqədər dövr və bu dövrdə insan beyninin 80-90% formalaşır. İnsan həyatında ən sürətli yaş dövrü məhz bu dövrdür. Ona görə biz burada çox həssas olmalıyıq. Uşağın ətraf mühiti çox yaxşı olmalıdır. İstər valideynləri, istər ailəsi ki, biz doğru istiqamətdə uşaqlar yetişdirək, bir şəxsiyyət kimi uşaqlar yetişdirək. Və mən bura Pedaqogların qızıl sütunu adlandırılan Kamenskinin fikrini də əlavə eləmək istəyirəm. Təsəvvür edin ki, 2 ağac budağı götürək. Ağacın budaqlarından bir yeni pöhrələnmiş bir ağacın budağı, digəri isə yetişmiş, qol qanad atmış, budaqlanmış bir ağacın belə deyək, budağını götürək. Əlbəttə mən bu körpə ağacın budağını istədiyim formaya sala biləcəm. Onu əyəcəm, bir ondan yay düzəldəcəm. Amma yetişkin ağacın budağını isə mən əyə bilərəmmi? Yox. Gərək möhkəm güc tətbiq edəsən. Həm möhkəm güc, həm əyəndə o sına da bilər, əyilməyə də bilər. Ona görə də düşünün ki, uşaqlar da belədir. Biz onları məktəbəqədər dövrdə beyin, zehin o qədər elastikdir ki, istədiyimiz formaya sala bilərik. Və həqiqətən də biz doğru, düzgün istiqamət verəriksə, təsəvvür edin ki, erkən yaş dövründən uşaq nə dərəcədə mənimsəyər o bilik və bacarıqları. Çox gözəl şəkildə. Amma artıq yetişmiş, qol qanad atmış, öz yolunu tutmuş bir uşağa bunu etmək çox çətin olacaq.
Ona görə də düşünürəm ki, bu dövr çox əhəmiyyətlidir. Hətta başqa bir bağçanın yaradıcısı olan Froebel'ın fikrini də burada səsləndirmək istəyirəm. Əslində bununla bağlı o qədər fikirlərim var ki, məktəbə qədər təhsilin əhəmiyyəti ilə bağlı. O vurğulamışdı ki, mən hələ 5 yaşıma qədər öyrəndiklərimi ömrü boyu öyrənə bilməmişəm. Təsəvvür eləyin ki, biz bütün zəruri həyati bacarıqları məhz bu dövrdə öyrənirik. Mən sizlə danışıram. Mən bu nitqi, mən bu danışığı ilk dəfə hansı dövrdə öyrənmişdim? Məktəbə qədər dövründə, düzdürmü? Və mən onu doğru öyrənsəm, düzgün öyrənsəm uşaq vaxtından, o indi də öz nəticəsini verəcək. Yəni biz bu məktəbə qədər təhsil dövründə, məktəbə qədər yaş dövründə uşaqlarla doğru, düzgün şəkildə işləsək, psixoloji, fizioloji, intellektual olaraq onları doğru istiqamətdə aparsaq, o təhsilin növbəti pillələrində, növbəti mərhələlərində də öz nəticəsini göstərəcək. Röya xanım, bu dövrdə ümumi qeyd etdiniz ki, yəni hər tərəfli inkişafdan söhbət gedir burada. Təkcə əqli, mental inkişafdan Bəli, söhbət getmir. Bu həm də psixoloji, emosional, sosial inkişafdan söhbət gedir. Siz bizə konkret olaraq bəzi nümunələrlə göstərə bilərsiniz. Uşaqlara nələr öyrədiniz? Məsələn, həyati bacarıqlardan nə öyrədirsiniz? Bəli, Əminət xanım, çox doğru vurğuladınız ki, məktəbə qədər təhsildə, məktəbə qədər təhsil müəssisələrində uşaqlara sadəcə təhsil verilmir. Təhsillə yanaşı uşaqlar zəruri həyati bilik və bacarıqlara yiyələnirlər. Bu nədir? Ən sadə nümunəni verə bilərəm ki, özünə xidmət bacarıqları. Hələ erkən yaş dövründən, 1-2 yaş dövründən artıq uşaqlara özünə xidmət, sadə əlini yumaq, məsələn, öz əlini yumaq, öz gigiyenasını, öz belə deyək də, yatağını, çarpayısını səliqəyə salmaq, qaşıqla yemək, qaşığı tutmaq, yemək yemək, masanın hazırlanmasında iştirak etmək. Yəni bunlar özü də uşağı əmək bacarıqlarına erkən yaş dövründən alışdırır və bu da insan üçün zəruri həyati bacarıqlardan biridir. Ki, yəni hər insan öz əmək bacarıqlarını, əmək fəaliyyətini yerinə yetirməlidir. İstər özünə xidmət əməyi olsun, istər məişət təsərrüfat əməyi olsun. Və eyni zamanda erkən yaş dövrlərindən uşağın nitqi önəmlidir. Uşağın nitqi inkişaf etdirilir, ünsiyyət bacarıqları inkişaf etdirilir və uşağın sosial belə deyək də bacarıqları, əməkdaşlıq, yoldaşları ilə əməkdaşlıq etmək, paylaşmaq, öz növbəsini gözləmək. Yəni bu kimi zəruri bacarıqlar uşaqlarda formalaşdırılır. Bu bacarıqları formalaşdırarkən və yaxud da ki, onlara müəyyən akademik nələr söhbət edərkən hərflər, rənglər və s. hansı metod istifadə olunur? Çünki ənənəvi metodda sadəcə göstərirdin, getirilə ki, bizim nədir bu adı məsələn, bu A hərfidir, təkrarla, əzbərlə belə gedirdi. Siz hansı metodlardan istifadə edirsiniz ki, həm yaşlara, həm də uyğun olsun? Bəli, ümumiyyətlə uşaqlarla işləyən zaman mütləq ki, uşaqların yaş və anlıq səviyyəsi nəzərə alınmalıdır və burada uşaqların meyl və maraqları da nəzərə alınmalıdır. Biz bir müəllim olaraq qrupumuzda olan uşaqların xüsusiyyətlərini bilməliyik. Onlar hansı öyrənmə tərzinə belə də sahibdirlər, necə öyrənməyi sevirlər, daha hərəkətli olan uşaqlarımız olur, daha çox yaradıcı bacarığı olan uşaqlarımız olur və metodları seçəndə də buna uyğun şəkildə seçməliyik ki, uşaqda belə deyək də keyfiyyətli öyrənmə baş versin. Burada mütləq məktəbə qədər dövrün aparıcı fəaliyyət növü oyundur. Bütün məşğələlər oyun məşğələ formasında keçirilir. Yəni biz oyuna inteqrasiya edirik. Oyun əsaslı öyrənmə metodundan, layihə əsaslı, tədqiqat əsaslı öyrənmə metodlarından istifadə edirik. Mənim qızım var, 1 yaş olayındadır. Çox tərəddüd edirəm, mən onu bağçaya qoyum, yoxsa qoymayım. Valideyn olaraq bizə gələ körpədir, mən ona ehtiyacı və s. var. Bu baxımdan nə deyə bilərsiniz? Biz uşaqları neçə yaşından qoysaq daha yaxşıdır. Amma bu həm də onların digər ehtiyaclarını nəzərə alaraq, psixoloji, emosional ehtiyaclarını nəzərə alaraq hansı yaşlar daha yaxşıdır? Mən belə deyim, bu sahədə olan bir müəllim kimi, bir mütəxəssis kimi deyə bilərəm ki, 3 yaşına qədər uşaqların bağçaya qoyulması məsləhət görülmür. Yəni mən də görmürəm. Niyə görə? Çünki uşağın bu dövr anaya bağlılıq dövrüdür. Əgər ana vaxtı varsa, mənim bu sadaladıqlarım, necə deyim, oyunları, fəaliyyətləri onun yaşına uyğun şəkildə onunla keçirə bilirsə, təşkil edə bilirsə, yəni ana işləmirsə, ana özü də maarifli olmalıdır. Uşaq inkişafı ilə bağlı, uşağın inkişafına uyğun onu izləməlidir. Nələr etmək lazımdır? Məsələn, bu dövr nitqi inkişafı üçün önəmli dövrdür. Uşağın nitqini inkişaf etdirmək, ondan ünsiyyətə girmək və bunu öyrətmək üçün müxtəlif oyunlardan istifadə edə bilər ana. Uşağı gəzdirmək, ətraf aləmi müşahidə etdirmək. Yəni bunu ananın özünün etməsi daha yaxşı olar. Çünki bu dövrdə uşağın daha çox sevgiyə, qayğıya ehtiyacı olur.
Və bu dövrdə olan uşaqları bağçaya qoyanda bir tərbiyəçi müəllimi, yəni məcburdur 15 uşağa öz diqqətini versin, düzdürmü? Amma ana sadəcə öz uşağına diqqətini verir və bu sadaladığım bilik bacarıqları da uşaqda formalaşdırırsa, bu daha gözəldir. Yox, əgər ana işləyirsə, yəni bunu edə bilmirsə, onsuz da uşağın inkişafında, yəni geriləmə olacaqsa, əlbəttə bağçaya qoyub faydalana bilər. Allah. Rüya xanım, bizim podkastda siz bir qutu gətirmisiniz. Bu sizin müəssisənizdə istifadə etdiyiniz əyani bir vəsaitdir. Zəhmət olmasa bizi izləyənlərə deyin görün bu nə olan şeydir. Bəli, bu sehirli qutudur. Sizcə burada nə var? Bir bağça müəlliməsi olaraq əlbəttə uşaqları maraqlandırdığım kimi insanları da maraqlandırmağı çox sevirəm. Bəli, bu qutu içində əlbəttə ki, uşaqların inkişafı üçün çox əhəmiyyətli bir materiallar var. Və mən bu qutunu özüm hazırlatmışam. Özüm şəxsən, amma hardan ilhamlanmışam, necə hazırlatmışam? Bağçanın yaradıcısı, bayaq da vurğuladığım kimi Frederick Froebel uşaq bağçası anlayışını elmə gətirən insandır, şəxsdir. Və bu Froebelin hədiyyəsidir. Uşaqlara olan hədiyyəsidir. Hansı ki, buradakı materiallar vasitəsilə biz uşaqlara forma anlayışlarını öyrədirik, ölçü anlayışlarını öyrədirik və rəng anlayışlarını öyrədirik. Müxtəlif rəngli toplar vasitəsilə bunu uşaqlara biz öyrədirik. Mən bunu hazırlamaq istəyərəm, əyani şəkildə göstərmək istəyərəm. Rüya xanım, bu ümumiyyətlə vəsait taxtadan hazırlanıb. Bunun taxta olması mütləqdir. Bəli, mütləq taxtadan hazırlanmalıdır. Bu vəsait Froebelin hədiyyəsi adlandırılır. Hansı ki, Froebel uşaq bağçası anlayışının yaradıcısıdır və o uşaqların hər zaman inkişafının oyun vasitəsilə, əyani materiallarla dəstəklənməsinin tərəfdarı idi. Və o vurğulayırdı ki, biz əgər özünə inamlı bir şəxsiyyət kimi uşaqları yetişdirmək istəyiriksə, onların hiss üzvlərini və motor bacarıqlarını inkişaf etdirməliyik. Bəli, sensor və motor bacarıqlarını inkişaf etdirməliyik. Hansı ki, bu vasitə ilə uşaqların həm sensor, toxunaraq uşaqlar hiss edirlər əşyanın materialını. Bu toplar əslində daha çox idi, hal-hazırda gətirə bilmədim. Bu topların rəngi müxtəlif rəngdədir. Hansı ki, uşaqlar rəngləri gözləri ilə seçirlər, toxunurlar, hiss edirlər, bunu deyirlədirlər. Daha sonra oynayaq onunla. Bəli, biraz oynayaq. Deməli, biz bunu formada qoyub, məsələn, uşaqlarla bunu formada deyir. Yəni, bunlar deyirlənə bilir. Amma bu deyirlənmir. Artıq bunların fərqini, bəli, formaların, bunlar da belə vururlar yəqin. Bəli. Vuraraq onları deyirlədirlər. Baxın. Siz bu vəsaiti öz hesabınıza Bəli. Öz hesabımdan bu vəsaiti hazırlatmışam. Hansı ki, mən özüm yeniliklər etməyi çox sevirəm. Ümumiyyətlə, bir tərbiyəçi müəllim yaradıcı olmalı. Uşaqların buna ehtiyacı var. Bu günləri onsuz da uşaqlar kifayət qədər telefonda müxtəlif, necə deyim, oyunlara, müxtəlif əşyalara baxırlar, görürlər. Yəni, onlar daha fərqli. Ona görə də məktəbəqədər təhsil müəssisələrində belə deyək də, tam olaraq bu vəsaitdən olmadığı üçün mən istədim ki, bu yanaşmanı, necə deyim, Froebelin hədiyyələrini öz qrupumda, öz uşaqlarım üçün canlandırım və onlar bu vəsaitdən istifadə edərək maraqlı şəkildə öyrənsinlər. Əla. Çox gözəl bir vəsaitdir. Mən də çox bəyəndim. Sizə ümumiyyətlə dəstək lazım olur belə bir vəsaitlərin çıxarılması üçün. Bildiyim qədərlə öz hesabınıza çıxarmısınız və bunun maliyyələşdirilməsi hansı formada olur, hansı formada sizə dəstək lazım olur? Bəli. Buradan da götürmüsünüz suala cavab verərkən. Bəli, Əminət xanım. Ümumiyyətlə, dediyim kimi, uşaqlarla işləmək üçün biz daha yaradıcı olmalıyıq. Yaradıcı olmaq üçün də burada müxtəlif vəsaitlərdən, resurslardan istifadə olunur. Bunun üçün, bəli, məktəbəqədər təhsil müəssisəsinə dövlət tərəfindən müxtəlif vəsaitlər, resurslar verilir. Amma biz daha fərqli, daha maraqlı, necə deyim, fərqli fəaliyyətlər təşkil etmək üçün əlbəttə bizə maliyyə lazımdır. Onun üçün düşünürəm ki, bir cəmiyyətin buna qatqısı olmalıdır, valideynlərin buna qatqısı olmalıdır və müəllimlər də valideynlərlə işləməlidir. Bu isə gələcəkdə mən sizdən
Valideynlərin bu təhsildəki rol zədəliyi barədə hansı formada sizinlə birlikdə çalışırlar, əməkdaşlıq edirlər və ya da ki, nə dərəcədə önəmlidir onların prosesə qatqısı, hansı qatqılar olmalıdır? Aha, deməli, Əminət xanım, vurğulayım ki, biz məktəbəqədər təhsildə təhsilin iştirakçıları var, təhsil prosesinin iştirakçıları var. Bunlar kimlərdir? Bunlar müəllimlər, yəni təhsil alanlar, təhsil verənlər və həmçinin valideynlər. Bəzən valideynlər təhsil prosesindən kənarda qalır. Təəssüflər olsun ki, amma təhsil prosesinin iştirakçısıdır əslində valideyn. Əlbəttə, burada tərbiyəçi müəllim çalışmalıdır ki, valideynləri bu prosesə cəlb etsin. Onlar bəzən valideynlərimiz həvəssiz ola bilirlər. Bəzən də məlumatsız ola bilirlər. Yəni biz tərbiyəçi müəllim olaraq bizim vəzifəmiz onları maarifləndirmək, onları əməkdaşlığa cəlb etmək, onları həvəsləndirməkdir. Çox önəmlidir. Birincisi uşağın inkişafı üçün önəmlidir. Valideynlərin təhsil prosesində iştirakçı. Yəni onların, yəni mən öz bağçada keçdiyim fəaliyyətlərlə valideynləri tanış etməliyəm. Valideynə uşaq inkişafı haqqında məlumat verməliyəm, maarifləndirməliyəm ki, valideyn də öz övladını tanısın, onun inkişaf xüsusiyyətlərini bilsin. Bağçada olan yanaşma, bağçada verilən fəaliyyətlər evdə davam etdirilsin. Eyni zamanda dediyim kimi bu materialların, resursların hazırlanmasında da valideynlərin həm fiziki, həm də maddi olaraq köməyinə ehtiyac olur. Düzdür. Mən öz təcrübəmdən deyim ki, sizə həqiqətən də mənim valideynlərim hər zaman mənimlə işləyiblər. Yenə deyirəm, bu müəllimdən müəllimə də dəyişir. Burada müəllimə özü həvəsli olmalıdır ki, biz o uşaqları bərabər şəkildə inkişaf etdirək. Yəni yenə deyirəm, həvəsli valideynlərimiz var, amma bu deməkdir ki, hamısı həvəslidir, hamısı iştirak edir. Və iştirak etməmələri üçün onların müəyyən bir düşüncələri var. Bu düşüncə nədir? Dövlət bağçasıdır, xüsusən dövlət bağçalarına deyilir. Dövlət bağçasıdır. Yəni hər şeyi dövlət və müəllim etməlidir deyə düşünürlər ki, yəni övladını bağçaya qoydum, artıq o bağçanın məsuliyyətindədir. Sanki valideyn öz məsuliyyətini oradan götürür. Çünki bağça hər şeyi öyrətməlidir, hər şey eləməlidir. 3 yaşında dediniz ki, idealdır ki, 3 yaşından sonra uşaqlar qoyulsun bağçaya. 3 yaşından sonra qoyulan uşaqların adaptasiyaları, ümumiyyətlə adaptasiya rahat gedir bu uşaqların. Necə təmin edirsiniz adaptasiya prosesini? Əlbəttə adaptasiya prosesi də uşaqdan uşağa dəyişir. Elə uşaqlar olur ki, elə bil ki, məktəbə bu bağçaya gəlib gediblər. Amma elə uşaqlar da olur ki, hətta 2-3 ay belə onların adaptasiyasında biz çətinlik çəkirik. Yenə də burada valideynlə işləmək önəmlidir. Öncədən bağça haqqında uşağa məlumat verməlidir. Uşağa bildirməlidir ki, yəni biz bağçaya gedirik. Bağça haradır ümumiyyətlə? Bağçada hansı fəaliyyətlərlə məşğul olacaqsan? Öncədən həmin gedəcəyi bağça ilə uşağı tanış etməlidir, müəlliməsi ilə tanış etməlidir, qrup uşaqları ilə tanış etməlidir. Və uşaq bağçaya gəldiyində artıq qısa müddətlərlə, yəni məsələn, gələ bilər bir gün oyun fəaliyyətinə qoşula bilər və valideynin onun yanında olması önəmlidir. Çünki axı uşaq yeni düşdüyü mühitdə özünü təhlükəli vəziyyətdə, güvənsiz hiss edir. Ona görə valideyninin onun yanında olması, orada olan müəllimlə, uşaqla bağ yaradana qədər valideyni biz uşağın yanında tutmağımız daha uyğundur. Yəni yenə dediyim kimi, gəzinti fəaliyyətində gəlib qoşula bilər valideyni ilə, sonra oyun fəaliyyətində gəlib qoşula bilər, sonra təsviri fəaliyyətlərdə gəlib qoşula bilər, sonra artıq bu müddət artırılır. Artıq uşaq günortaya qədər qala bilər, sonra yuxuya adaptasiya prosesi gedə bilər, sonra isə bütün günü, yəni bağçada qala bilər. Belə olduqda əlbəttə ki, adaptasiya daha uğurlu olur. Bəs bağça seçimində biz əsas nəyə diqqət eləməliyik? Çünki hal-hazırda baxıram ki, ətrafındakı insanlar da bir bağçanı seçmək üçün bir 15-20 dənə bağça gəzmək məcburiyyətində qalırlar. Mən fikirləşirəm ki, biz bir neçə əsas kriteriyanı götürməliyik. Onlar yerindədirsə, digərlərinə o qədər də önəmli olmamalıdır. Amma bu əsas kriteriyalardan da biraz şübhəliyəm. Bir müəllim olaraq sizcə yaxşı bağçanı nəyə əsasən necə seçə bilərik? Yaxşı bağça belə deyək də, ümumiyyətlə müəllimdən asılıdır. Hər bağçada, bəli, biz hal-hazırda tərbiyəçi müəllimlərin işə qəbulu müsabiqə yolu ilədir. Məsələn, əvvəllər bilmirəm, müxtəlif yollarla işə qəbul olunurdu. Orada bir müsabiqə olmurdu, amma hal-hazırda müəllimlərin bilik bacarıq səviyyələri yoxlanılır. Onlar bu sahə üzrə akademik bilik bacarıqlara yiyələnirlər. Ondan sonra, yəni müəssisəyə qəbul olurlar. Artıq o yeni qəbul olan müəllimlər uşağa yanaşmanı, uşaq psixologiyasını daha yaxşı bilirlər. Amma yenə də müəyyən problemlər ola bilər.
və hal-hazırda bağça müəllimləri sertifikatlaşdırma imtahanına cəlb olunurlar. Əvvəl işləyən müəllimlər də öz üzərlərində işləyirlər. Yəni artıq daha yaxşıdır. Mən deyərdim ki, hal-hazırda məktəbəqədər təhsil müəssisələri dövlət məktəbəqədər təhsil müəssisələrindən söhbət gedir. Yəni daha yaxşı, necə deyim, uşağı anlamaq, uşaqla ünsiyyət, uşağa yanaşmaq, uşağın xüsusiyyətini anlamaq, ona uyğun şəkildə uşaqla ünsiyyətə girmək çox önəmlidir. Mən düşünürəm ki, adaptasiya prosesi, həmin o bağçada, seçəcəyiniz bağçada adaptasiya prosesinə ciddi əməl olunmalıdır. Uşaqla doğru şəkildə ünsiyyətə girilməlidir və orada valideynlə sıx əməkdaşlıq olmalıdır deyə düşünürəm. Yəni uşağın inkişafı haqqında, uşağın fəaliyyəti haqqında valideynə məlumat verilməlidir. Bir valideyn üçün mən özüm də valideynəm və özüm də öz övladımı bağçaya qoymuşam. Mən narahat olmamalıyam. Həmin ki, mənim övladım görəsən neynir? Onunla müəlliməsi necə rəftar edir? Mənim belə bir sualım olmamalıdır. Yaxşı bağça mən bunu düşünürəm. Yəni əsas önəmli olan o zaman müəllimdir deyirsiniz. Bəli. Bəs dayələr bildiyim qədərlə olur məktəbdə. Onların seçim prosesi və yaxud da ki, onların orada əsas gördüyü işlər nədən ibarət olur? Onlar haqqında ümumi bir məlumat. Bəli, biz belə deyək də, mən əlbəttə dövlət məktəbəqədər təhsil müəssisələrindən danışıram ki, biz sadəcə təbiətçi müəllimi olaraq qrupda olmuruq. Bizim köməkçi, belə deyək də, bizə kömək göstərir dayələrimiz. Dayələr isə uşağa qulluğu və nəzarəti həyata keçirir. Necə ki, hal-hazırda məktəbəqədər təhsil müəssisələrinə həm müdirlər müsabiqə yolu ilə gəlir, həm müəllimlər müsabiqə yolu ilə gəlir, amma təəssüflər olsun ki, dayələr üçün konkret bir müsabiqə yoxdur. Yəni onlar müdiriyyətin seçimi ilə müəssisəyə təyin olunurlar. Yəni konkret bir müsabiqə olsa, onlar da öz sahələri üzrə bilik və bacarıqlara yiyələnərək məktəbəqədər təhsil müəssisələrinə, yəni bağçaya qəbul olsalar daha yaxşı olar ki, çünki onlar da birbaşa uşaqlarla təmasda olurlar. Onlar da uşağa doğru yanaşmanı bilməlidirlər. Düzdür, dayələr müəllimin nəzarəti və rəhbərliyi altında fəaliyyət göstərirlər. Amma onların öz vəzifələrini bilməkləri, öz işlərinin mahiyyətinə varmaqları çox önəmlidir. Çünki burada söhbət uşaqdan gedir və bu dövr elə bir dövrdür ki, insan bayaq da biz onun haqqında danışdıq, çox əhəmiyyətli dövrdür. Uşağa bir söz deyərsən, onun həyatında silinməz izlər buraxar. Yəni onsuz da biz uşaqlar üçün rol model. Biz nə edirik, uşaqlar onu edir. Bu gün dayənin uşağa düzgün yanaşmaması, hər hansı hərəkəti uşağa mənfi təsir göstərə bilər. Ona görə mən düşünürəm ki, bu da konkret bir müsabiqə yolu ilə həyata keçirilsə daha yaxşı. Rəya xanım, hal-hazırda biz çox eşidirik ki, indiki uşaqlarda müxtəlif diaqnozlar çoxalıb. Əqli, psixoloji, emosional, bu ekran təsirlərini bilirik ki, danılmazdır. Siz bu problemi bağçada görə bilirsiniz? Yəni çoxdur bu uşaqların sayı bağçalarda? Bəli, hal-hazırda olduqca çoxdur. Təəssüflər olsun ki, əlbəttə bura texnologiya, sosial şəbəkələr, uşaqların daha çox evdə və telefonla zaman keçirməsi. Ümumiyyətlə mən düşünürəm ki, uşaq təbiət qoynunda olmalıdır. Təbiətdə olmalıdır. Yəni o oturub telefondan asılı vəziyyətdə qaldıqda, əlbəttə ki, uşağın nitq inkişafında da problem olur, uşağın ünsiyyət bacarığında da, motor bacarıqlarında da ciddi zəifliklər, ciddi problemlər olur. Məsələn, bizə gələn uşaqlar elə olur ki, inanın onların biz əlinə bax 4-5 yaşlı uşaqdır. Uşağın əlinə baxıram, sanki əzələ yoxdur uşağın əlində o dərəcədə. Uşaq heç koftasını düyməsinə belə bağlaya bilmir. Əlbəttə bu ciddi problem. Bu günləri məktəbəqədər təhsilin məqsədlərindən, vəzifələrindən biri uşağı məktəb təliminə hazırlamaqdırsa, şəxsiyyət kimi yetişdirməkdirsə, əlbəttə, yəni biz onu məktəbə hazır verməliyik. Artıq o uşağın əl əzələsi inkişaf etməlidir ki, o qələmi tuta bilsin. Amma inanın ki, uşaq qaşığı belə tuta bilmir və yaxud da danışa bilmir. Özünü təqdim edə bilmir. Halbuki bu uşağın 4 yaşı var, artıq 4-5 cümlədən ibarət cümlələr qurmalıdır, ünsiyyətə girməlidir. Ona görə burada valideynlərin maariflənməsi ön plandadır. Bəli, uşaq 4 yaşına qədər, 5 yaşına qədər bağçaya gəlməyə bilər. Amma valideyn maarifli olmalıdır ki, onu telefonla müəyyən vaxt çərçivəsində və məqsədyönlü şəkildə istifadə etməsinə şərait yaratsın. Hər hansı bir araşdırma aparmaq məqsədi ilə heyvanlar, bitkilər, müxtəlif yəni araşdırma vasitəsi olmalıdır telefon. Yəni daha çox problemi bunda görürəm və valideynlərin maarifsizliyində. Xüsusi diaqnozlara gələn uşaqlar olur. Məsəl üçün, belə ki, standart deyil də uşaqların hamısı bəziləri aqressiv ola bilər, vura bilir, qışqıra bilir, dediyiniz kimi əzəlləri müəyyən etməmiş ola bilər. Bu uşaqlar
işləmək üçünsə kömək lazım olur, yoxsa özünüz təkmilləşdirərək irəliləməlisiniz? Əlbəttə, burada köməyə ehtiyac lazımdır. Müəllimlər xüsusi təlimlər almalıdır. Yəni dövr yenilənir, uşaqlar yenilənir, müəyyən problemlərlə üzləşirik və bu problemləri problemləri həll etməyimiz üçün bu sahədə daha da təkmilləşməyimiz lazımdır. Bəli, hal-hazırda bağçalarda bu istiqamətdə təlimlər həyata keçirilir. Hal-hazırda inklüziv təhsillə bağlı təlimlər başlayıb və müəllimlər bu təlimlərdən faydalanaraq düşünürəm ki, uşaqların inkişafında daha çox differensial yanaşa bilərlər. Uşaqların müxtəlifliyini nəzərə ala bilərlər. Röya xanım, Aha, mənə gözəl bir vəsait gətirmisiniz bura hədiyyə olaraq. bəli. Çox sağ olun deyirəm əvvəlcə. Bizə Sağ bu olun. vəsait haqqında məlumat verin. İstəyicilərin görə bilməsi üçün derslərinizdə saxlayın. Bəli, bu vəsait məktəbəqədər təhsil üzrə tərbiyəçi müəllimlər üçün metodik vəsaitdir, hansı ki, onların işə qəbul və sertifikatlaşdırma imtahanı üçün lazım olan beləliklə biliklər bu kitabın içində var, yer alır. Yəni burada məktəbəqədər pedaqoqa, məktəbəqədər təhsil kurikulumu, eyni zamanda pedaqoji psixoloji yanaşmalar yer alır. Hansı ki, mən özüm də imtahan vasitəsilə işə qəbul olan tərbiyəçi müəllimlərdənəm. Ona görə yəni bu kitab vasitəsilə biz hazırlaşıb imtahana daha uğurlu şəkildə keçib və bu öyrəndiklərimizi praktikada göstərə bilərik. Təşəkkür edirəm. Buyurun. Röya xanım, son olaraq mənim verdiyim suallardan verməyimi istədiyiniz hansı ki verməmişəm. Aha. Bir sual var idimi? Yəni izləyicilərə daha əlavə nə demək istəyirsiniz? Valideynləri, digər tərbiyəçi müəllimləri, direktorları, Aha. dairələri, hər kəsi göz önündə belə deyək demiş bulunduraraq. Aha, bəli. Burdan birinci sözüm əlbəttə tərbiyəçi müəllimlərədir. Niyə? Çünki valideynlərlə də o işləməlidir, uşaqlarla da o işləməlidir və həmkarlarla da, yəni doğru düzgün ünsiyyətə girməlidir. Valideynləri maarifləndirmək ilk öncədə bizim öhdəliyimizdədir. Burdan xahiş edirəm tərbiyəçi müəllimlərə. Valideynlərlə sıx ünsiyyətdə olaq. Hal-hazırda o qədər asandır ki, bir onlayn görüş təşkil eləmək, bir WhatsApp üzərindən, bir Zoom üzərindən 40 dəqiqə, yəni çox artıq ehtiyac yox. Onları həvəsləndirmək, onlara o həvəsini tapmaq, onların potensialını tapmaq və o potensiallarından uşaqların inkişafı üçün istifadə etmək. Bu çox önəmlidir. Həmçinin istəyir bağçada dayə olsun, istəyir digər texniki işçilər olsun, mən düşünürəm ki, hər kəs öz işinin haqqını verməlidir və həmin sahə üzrə maariflənməlidir, öyrənməlidir və çalışmalıdır. Mənim əsas məqsədim uşaq inkişafını, məktəbəqədər təhsilin əhəmiyyətini insanlara çatdırmaqdır. İstəyir bu ana olsun, istəyir bu ata olsun, istəyir valideyn olsun, ümumiyyətlə Azərbaycan cəmiyyətinə məktəbəqədər təhsilin önəmini və uşağın bu dövrünün necə deyim, o əhəmiyyətini, o dəyərini insanlara çatdırmaq. Mənə elə gəlir ki, burada diqqət önündə olduğumuz məqamlardan ibarətdir ki, biz burada sadəcə bir uşağa nəsə yaxşı bir bacarıq aşılamaya çalışmırıq. Cəmiyyət qururuq. Eynən, Biz gələcəyə bir cəmiyyətin quruluşunu fikirləşsək, eynən. mənim uşağım bağçaya getməsə belə bağçaya gedənlərə və yaxud həmin bağça üçün nəsə eləmək üçün çalışaram. Çünki həmin bağçaya gedən uşaqlar mənim uşağımın olacağı cəmiyyəti formalaşsın. Bir yerdə olacağı. Belə ki, bu uzun müddətli hədəfi göz önündə elə tuta bilsək, bilsək ki, gələcək üçün eləyə biz bunu daha həvəsli olarıq. Çox sağ olun. Siz sağ olun. Gəldiyinizə görə, fikirlərinizə görə, Təşəkkür paylaşımlarınıza edirəm. görə məncə yaxşı bir müsahibə aldınız. Ümid edirəm ki, faydalı oldu. Çox sağ olun. Təşəkkür edirəm.